Bir hədis İmam Rıza əleyhissalamla oxumaq istəyirəm sizin üçün və tərcümə edib sözümü çox uzatmaq istəmirəm. Bu hədis İmam Rıza əleyhissalamdan nəql edir Həzrət Əbdüləzim. Əbdüləzimin adı sizə tanışdır yəqin ki, onun böyük bir ziyarətgahı var. Məşədə gedənlər gedib Şah Əbdüləzim deyirlər. Oranı da ziyarət edirlər. İmamzadə ziyarətgahı ünvanı ilə oranı gedib ziyarət edirlər. Əbdüləzim, Həzrət Əbdüləzim neçə imamın dövründə yaşayıb. İmam Musa Kazım əleyhissalamdan İmam Həsən Əskəri əleyhissalama qədər yaşayıb və müxtəlif imamlardan hədis nəql edib. Çox şərafətli insandır, xüsusi bir məqamı var. İmamlara deyiblər ki, biz sizi görə bilmirik, deyiblər suallarımız olanda, məsələlər soruşmağa, deyiblər ki, gedin Həzrət Əbdüləzimdən soruşun. Yəni o dediyi sözlərə etimad eləyin. İmam Rızadan bu hədisi nəql eləyir. Mən bir neçə dəqiqədə bu hədisi sizin üçün tərcümə eləmək istəyirəm, izah eləməklə. İmam Rıza əleyhissalam ona buyurur ki, Ya Əbdüləzim, ey Əbdüləzim, əbliğ anni əvliyaiyəs-səlam. Bizi sevənlərə, bizim tərəfdarlarımıza bizdən salam denən. Elə bil ki, yəni bizə ünvanlayır. Özünüzə götürə bilərsiniz bu sözlərin hamısını. Buyurur ki, bizi sevənlərə, bizim tərəfdarlarımıza bizdən salam denən. Və qulləhum, və de onlara, Əlla yec'alu liş-şeytani ala enfusihim sabila. Onlara de ki, şeytanı özlərinə yaxın buraxmasınlar, şeytandan uzaq olsunlar. Sonra onlara tapşır, nəyi tapşır? Sidqil hadis vəl əmanə. Birinci tapşırığı budur ki, düz danışsınlar. Sidqil hadis, yalan danışmasınlar. Təəssüflər olsun ki, çox yayılıb yalan. Yalan mömin adamlar içində, namaz qılan insanlar içində həddən artıq çoxdur. Bu çox mənfi bir haldır. Birinci sözü budur ki, düz danışsınlar. Dilləri düz olsun, təmiz olsun və əmanətdar olsunlar. İndi cəmaat deyir ki, namaz qılandısa ehtiyatlı ol. Namaz qılandısa ehtiyatlı ol, namaz qılanlarla iş görmə. Onlar adamı alladar. Mən eşitmişəm, ya siz də eşitmişsiniz belə sözlər. Mən eşitmişəm. Bu çox təəssüf yaradan bir haldır. Mən neçə nəfərdən eşitmişəm ki, iş görəndə namaz qılmayanla, dinsizlə iş görsən yaxşıdır. Dindar 2 rükət namaz qılır, elə bilir hər iş görə bilər. Başqa hər iş. Amma dili düz olmalıdır. Başını kəssələr yalan danışmamalıdır. Müxtəlif niyyətlərlə, müxtəlif şəkillərdə yalan danışmamalıdır. Və ona tapşırılan əmanətə xəyanət eləməməlidir. Əmanətinə riayət eləməlidir. Ondan sonra vurur ki, biz sükut və tərkil cidal. Sonra nəyə tövsiyə edirdik? Sükuta əməl eləsinlər, yəni mənasız danışmasınlar. Və mübahisəni tərk eləsinlər. Cidal əhli olmasınlar. Cidal əhli olmasınlar. Bəziləri mübahisə xoşlayan adamlardır. Məsələn, deyirsən, hava soyuqdur. Deyir, yox, qar yağıb ona görə soyuqdur. Elə sən deyəni deyir, amma yoxla başlayır sözünü. İnkarla başlayır. Peyğəmbər belə deyildi. Peyğəmbər təsdiqlə sözü başlayırdı. Təsdiq elirdi. Məsələn, biri deyək ki, məsələn, hava soyuqdur, sən görəsən, yox, istidir. Deyəsən, soyuqdur, amma bəzən ola bilər ki, məsələn, yaşla əlaqəli olsun. Misal deyirəm bu sözləri. Ədəbli şəkildə deyəsən sözü. Peyğəmbərin yanında yalan danışırdılar, məsələn, demirdi ki, cəmaat yalan deyir, ya yalan deyirsən, belə demirdi. Deyirdi ki, insanlar bəzi sözlər danışır, bəzi sözlər deyir, ədəbli şəkildə. Adam var ki, mübahisə əhlidir. Harada oturdu, orada mübahisədir. Razılaşmadığını açıq-aşkar deyir. Bu insana, mömin insana İmam Rıza buyurur ki, xas olmayan xüsusiyyətdir. Yaxşıdır ki, adam hər razılaşmadığın sözü gərək münasibət bildirməyəsən. Vacibdir, dünya indi dağılmayacaq ki, o biraz
lap bir sözü səhv də dedi. Dedi. Sənin vəzifən bu deyil. Hər səhvi dərhal düzəldəsən. Lap səhv bilirsənsə. Sənin vəzifən bu deyil. Bəzi şeylər var, susmaq lazımdır. Bəzi yer var, görərsən, yox, çox azğınlıqdadır. Yumşaq tərzdə nəyisə başa salarsan. Amma mübahisə eləməyin içində bir mənəmçilik yatır. Özünü təsdiq eləmək yatır. O yaxşı xüsusiyyət deyil. İmam deyir ki, buyurur ki, sükuta üstünlük versinlər. Sükut o deyir ki, məsələn, mənası oldu, olmadı, sakit oturasan ki, mən arif adamam, danışmam. Yox, yersiz danışmayasan, sükut budur, yersiz danışmamaq. Yersiz danışmayasan, bir də mübahisəyə girişməyəsən. Dalıyca buyurur ki, və iqbali ba'dihim ala ba'd və bir-birinin görüşünə getsinlər, onlara tövsiyə eləyir. Görün, nə sözlər tövsiyə eləyir, xüsusi. Bir-birinin görüşünə getsinlər, xoş üzlə bir-birinə davransınlar. Buyurur ki, pulun yoxdur cəmaatı qane eləyəsən. Gülər üzə nə gəlir? Gülər üzlə danış. Meçidlərə gedəndə belə oturmasın hamı. Adam qorxsun ki, bunlara bir söz deyərsən adamı öldürərlər. Bir gülər üzlə olsun. Necə Peyğəmbərin dodağında təbəssüm var idi. İnsanlar üzünə baxırdı, aram olur. Müminin birinci əlaməti budur ki, buyurur ki, münafiq qaşqabaqlı olar, mümin gülərüz olar. Gülərüz olar. Gülərüzlü, bir-birini xoş qarşılasın, xoş rəftar eləsin, mehriban olsun, bir-birinə mehribançılığa üstünlük versin. Dalıyca buyurur ki, فَاِنَّ ذَٰلِكَ قُرْبَةٌ اِلَيَّ Buyurur ki, kim bu işləri görərsə əgər, onlar bizə yaxınlaşan, mənə yaxınlaşırlar. Yəni, o qədər mühüm məsələdir ki, bir-biri ilə mehriban olsalar, biz Əhl-i Beytə yaxındılar. Yəni, mən İmam Rıza'ya yaxınlaşıblar. Bu bir müjdədir İmam Rıza aleyhissalam tərəfindən ki, hədislərdə var ki, biz Əhl-i Beyti ən çox sevənimiz ailəsinə daha mehriban olandır. Ailələrinə qarşı, həyat yoldaşına qarşı. Düşmən kimi davranmasın, acı dillə davranmasın. Təsəvvür edin bu sözlərə biz əməl eləsək, necə özümüz üstündə yaşamaq xoş olar, başqalarına da nə qədər sevinç bəxş eləyərik. Danışanlar, eşidənlər bu şeylərə əməl eləsələr, ailələrdə söz-söhbət olmaz, uşaqlar yaxşı tərbiyə olunlar, nə qədər məsələ bu şeylərlə həll olunar, bu problemlər. Buyurur ki, mənim ən yaxın adamlarımdır bu işi görənlər. Gəlib deyirlər ki, ağa biz sizin ziyarətinizə gələ bilmirik, uzaqdır yolumuz. Deyirdi, gedin bizim dostlarımızın ziyarətinə, bir-birinizi görməyə gedin. Oturun, danışın. Bizim dostlarımızın içində salihləri var, yaxşı əməl sahibləri. Gedin, oturun onlarla 5-10 dəqiqə. Elə bil bizi ziyarət eləmişsiniz. Hədisdə belə buyurur. Deyir, eyni savabı verir Allah. Eyni savabı verir. Gedin, fəqirlərə baş çəkin. Ehtiyaclı adamdır, kömək də eləyə bilmirsən. Get bir xoş söz dinlə, dərdin unutdur. İnsan bunun üçün yaranıb da. Dava eləməyə yaranmayıb bir-birinə, qan qaraltmağa yaranıb. Din yəni bu, dinin bir hissəsi. Din bu şeylərdən başlayır. İnsanlar arası münasibətləri tənzimləyir. Ehtiram göstərin. Bizə bağlı adamlara, seyidlərə xüsusi vurğulanır hədislərdə ki, seyidlərə ehtiram göstərin, hörmət eləyin. Bu bir təvazökarlıq əlamətidir. İndi kim sui-istifadə eləyər, kim eləməzsən hörməti göstər. Bir alim idi, mən görmüşdüm, minbərdə oturub danışırdı. Bir uşağı idi, indi bilmirəm də bəzi qəribə, bəlkə də bizə gələn hərəkətdir, bizə qəribə gəlir, amma böyüklərdə belə şeylər də olur. Deyir, bir uşaqdır, seyiddir, məsələn, qapıda oynayır o uşaqlarla. Qapıdan içəri girəndə bu moizə elədiyi yerə durur ayağa, oturur. Hər dəfə uşaq girir, oynayır da öz üçün. Girəndə bu qalxır ayağa, ona ehtiram göstərir. Deyir, deyirlər, niyə belələrin? Deyir, o Fatimə övladıdır, Həzrət Zəhranın balalarındandır. Mənim də ona ehtiram edirəm ki, xanım Zəhra mənə nəzər eləsin. Yəni, bu hədislərdə var ki, bunlara bağlı olan insanlara, möminlərə, xüsusən salih insanlara belə bir ehtiramla yanaşın, onlara hörmət eləyin. Bu hissəsi təşviqdir. Hədisin bu hissəsi təşviqdir. Bundan sonraki hissəsi isə adamı biraz qorxudur. Biraz yox, xeyli qorxudur. Bu təhdid hissəsidir. Buyurur ki, وَلَا يَشْتَغِلُوا أَنْفُسَهُمْ بِتَمْزِيغِ بَعْضُهُمْ بَعْضًا Buyurur ki, onlara denən ki, bir-birləri barədə pis sözlər danışmaqla məşğul olmasınlar. Özlərini bu işlərə məşğul eləməsinlər.
Oturup bir-birinin qeybətini eləsin, bir-birini gözdən salsın, ixtilaf salsın. Bugün günümüzdə aktualdır, ona görə bu hədisi seçmişəm. Bu sözlərin hamısının hamımıza aidiyyatı var deyə mən bunu seçmişəm. Hədis çoxdur danışmağa. Bunu seçmişəm çünki mən də baxıram, görürəm bəzi şeylərə ehtiyac var ki, deyilsin, onları deyirəm. Çalışıram belə olsun. Mehriban imamdır, İmam Rauf deyirlər İmam Rıza əleyhissalama. İmamlar hamısı mehribandır. Onun mehribancılığı hətta hərəmində də daha qabarıq hiss olunur, məşədə gedənlər bilir. Mehriban imam gör nə deyir, adamın bədəni titriyir, qulaq asın görün nə deyir. Deyir, birbirindən pis danışmasınlar, birbirinin arasında ixtilaf salmasınlar, söz-söhbət yaratmasınlar, qeybət eləyib bir-birini gözdən salmasınlar. Dalıca buyurur ki, فَاِنِّي عَلَيْتُ عَلَى نَفْسِ. Bu çox qorxulu söz. Deyir, mən özümlə əhd bağlamışam, elə bil ki, nəzir eləmişəm. Elə bil nəzir, yəni mənə vacib olub. Özümlə əhd bağlamışam. İnnehu men fe'ale zalik, kim belə eləsə, kim ixtilaf salsa, kim söz-söhbət yaratsa, qeybət eləsə və əsxitə valiyyən min avliyai və əsxətə valiyyən min avliyai və bizi sevənlərdən birinə qarşı elə bir hərəkət eləsə ki, onu narahat eləsə, onun ürəyini sındırsa, dəavutullah, sözə baxın, deyir, Allahdan dua eləyəcəm, Allahdan istəyəcəm, mən İmam Rıza, özümə söz vermişəm, kim möminlərin içində ixtilaf salsa, qeybət eləsə, onları gözdən salsa, mən özümə söz vermişəm ki, dəavutullah, Allahdan istəyəcəm özüm, liyuazzibəhu fid-dunya əşəddəl əzab. İstəyəcəm ki, Allah ona dünyada ən şiddətli əzabı versin, İmam Rıza əleyhissalam buyurur. Və kânə fil ahirəti minəl xasirin. Və bu insan ahirətdə ziyankarlardandır. Heç şübhəsiz. Ziyankarlardan olacaq. Dalıca deyir, sonra çatdır onlara. Və ərrifhum ennəllâhə qəd qəfərə li muhsinihim. Dinən ki, Allah onların yaxşılarını bağışlayar. Yaxşı adamdır, səhvləri də var, bağışlayar. Günahlarını bağışlayar. Və təcavəzə ən musiihim. Günahkarlarını da bağışlayar. İlla mən əşrəkə bihi, amma iki dəstəni bağışlamaz. İman gətirəndən sonra birdən təzdən müşrik olsa, Allaha şərik versə, əv əzav vəliyyən min əvliyai və yaxud da mənim dostlarımdan birini, bizi sevənlərdən birinə əziyyət versə, ürəyini sındırsa, onu Allah bağışlamaz. Bağışlamaz bu mənada yox ki, tövbə də eləsə bağışlamaz. Bir, budur ki, tövbə bu adamlara qismət olmağı çətin məsələdir. Qismət olmur çox vaxt. İkincisi də budur ki, tövbə eləyər, günahı bağışlansa da, müminin ürəyini sındıran adam gec, tez bağışlansa da onun cəzasını görəcək. Mütləq. Ürək incə məsələdir, mühüm məsələdir. Ona görə buyurur ki, ehtiyatlı olun. Nə qədər hədislər eşitmişsiniz ki, bir-birinizlə danışanda ehtiyatlı olun. Ürək qırılır, ürək incədir. Bilmək olmur, birdən ehtiyatsız sözdən qırılır. Özü elə apar ki, kimin ürəyini sındırmayasan. İmam Rıza əleyhissalam buyurur ki, özüm dua eləyərəm. Bəzən mən təəssüflə baxıram, and olsun Allaha təəssüf eləyirəm ki, mən görürəm, eşidirəm, baxıram hərdən necə sözlər bir-birinin ünvanına deyirlər. Təkvirçilik təkcə hansısa bir vəhabi cərəyanına aid deyil, təkvirçilik bizim öz içimizdə də var. Bizim kimi düşünməyən qardaşımızı dərhal gözdən salmağa hazırıq. Dərhal onun üçün müxtəlif adlar qoşmağa, təhqiramiz sözlər danışmağa hazırıq. Bu çox böyük bir təhlükədir. Olmaz ümumiyyətlə məsxərə şəklində kiməsə nəsə söz demək. Biri görsən sosial şəbəkədə birinin səhvini qoyublar müzakirəyə, məsxərə eləyən şəkildə, təhqiramiz şəkildə, onun şəxsiyyətini alçaldan tərzdə nələrsə yazırlar, müzakirə edirlər. Bunların heç biri dinlə uyğun gəlməyən bir şeydir. Ehtiyatlı olmalıdır insan. Qarşısında dayanan insan hər kim olursa olsun onun ürəyini sındırmağı olmaz, qadağandır. Allah imkan vermir, icazə vermir. İmam Rıza da bunu bizə çatdırır. Əv əzmərə ləhu suən. Dalıca buyurur ki, bunu da Allah bağışlamaz. O kimdir? O şəxsdir ki,
Əzmərə ləhu suən, yəni belədir. Məsələn, birində bir pislik görürsən, deyirsən qoy saxlayım yadımda, vaxt gələndə açaram, danışaram, deyərəm, sən dördün filan işi filan eləyən. Yadından çıxıb, nə tez yadından çıxdı filan şey. Ən pis şeylərdən biri budur ki, eyibləri yığıb gizlədib saxlayasan ürəyində. Gün çatanda bir gün deyərəm yerində. Var belə adamlar, mən çox şeylər bilirəm, vaxtı çatanda danışacam. Məndə filan kəslərim, filan mən əməlləri var, yadımda qalıb, onu da belə eləmişdi bunu. Elə bil ki, beyninə yazır bunları ki, vaxtı çatanda onu desin. Bu səbəb olar ki, insan imandan çıxsın. Bu səbəb olar. Bəzən də deyir, mən çox şey deyə bilərəm. Da dedin də. Çox şey deyə bilərəm, da dedin. Ondan sonra desən ondan yaxşıdır. Çünki yanındakı şübhələnəcək ki, görəsən nə deyə bilərsən sən bunun barəsində. Yenə desəydin, bəlkə desə o qədər də təsir eləməzdi. Bir deyik, qeybət eləmək istəmirəm, yoxsa məsələn, da elədin. O da fikirləşəcək ki, görəsən bu nəsə, bəlkə adam öldürüb bu. Ondan sonra denən bilsin, heç olmasa bu neyinləyib. Da şübhədə qalıb, lap pis. Güya ki, bu indi mömindir, qeybət eləmək istəmirəm. Mən yoxsa danışmağa başlasam, çox söz danışaram. Bunlar hamısı günah sözlərdir. Bunun arxasında pis xüsusiyyətlər gizlənib. Xoşa gəlməz xislətlər gizlənib. Ona görə də qiyamətdə deyirlər, dildən çox əziyyət çəkəcək insan. Dilinə görə əzab olunacaq. Və bugün siyasətdə də, mədəniyyətdə də, dünyada bu şeylər çox təbliğ olunur. Görürsünüz, iki insan bir-birini təhqir eləyir, gündəm yaradırlar, yalandan süni davalar bəzən o sənətçilər arasında, qadınlar baxır, uşaqlar baxır. Ən maraqlı mövzudur ki, görəsən bu bunu necə söyləyəcək gələn verilişdə, o onu necə söyləyəcək. Heç nə, pərdə arxasında da danışırlar çox vaxt ki, sən mənə bir söz deyim, mən sənə bir söz deyim. Dalaşaq ki, axı bir şey yoxdur göstərsin, sənət yoxdur göstərsin, o ilə cəlb eləsin. Deyir, necə eləyim, dalaşım, vuruşum, kimisə söyüm ki, gündəmə gəlim, insanların rəğbətini qazanım. Bunlar hamısı tərbiyəsizlikdir, tərbiyəsizliyin təbliğidir və ona görə də İmam Rıza əleyhissalamda bu xüsusiyyətləri aşılayır insanlara ki, danışmayın bir-biriniz haqqında, bir-birinizin ürəyini sındırmayın, təhqir eləməyin. Dalıca buyurur ki, فَإِنَّ la يَغْفِرُ لَهُ hətta يَرْجَعَ عَنْهُ. Buyurur ki, əgər bu işindən dönməsə, Allah onu bağışlamayacaq. Çünki bəzi günahlar var ki, tövbə eləməsək də, ölümlə təmizlənirik. Ahirətə saxlamır Allah. Bir bəla ilə, cəza ilə burada təmizləyir. Amma bu peşman olub, etiraf eləməsə, mən bir alimlərdən birindən eşitmişəm, deyir, iki mömin arasında ixtilaf salmaq. İki mömin arasında ixtilaf salmağın günahı deyirdi ki, orucluq ayının günorta vaxtında şərabı içməkdən daha ağırdır. O, belə bir söz deyir. Çünki bu sənin özünə ziyan edirsən, amma bir möminin abrını apararsansa, şübhə toxumu səpərsənsə onun barəsində, onu sonra, tövbədən sonra deyir, get kimləri ki azdırmısan, indi onları qaytar. Belə qəbul olacaq tövbə. Kimin ürəyinə şübhə salmısan, get bir-bir hamısına başa sal, gör qaytara bilirsən, qaytar. Nə qədər adam azdırıb sənin bu sözlərin. Şübhə toxumları səpməyən insanlar, yəqin bilmədiyi bir sözləri danışmaya, bəzən nüfuzlu insanlar haqqında, bu insana 100 adam, 1000 adam etimad eləyir, hörmət eləyir, buna dinini, imanını əmanət eləyib, mənəviyyatını əmanət eləyib, sən necə rahat şəkildə onu təhqir eləyəsən, onun barəsində olmayan sözləri danışasan, özündə namaz qılasan. Bu şeylər hamısı insanı imandan çıxardan şeylərdir. Ondan sonra buyurur ki, əgər kim bu işləri görərsə, sözümü yekunlaşdıracağım. Kim bu işləri görərsə, nəzə'a ruhəl iman an qəlbih. Deyir, Allah iman ruhunu ürəyindən çıxardacaq. Aqibəti xeyr olmayacaq. Və xərəcə an vilayəti. Bu adam bizim vilayətimizdə qalmaz, Əhl-i Beytin vilayətində. Bu bir gün əqidəsində də şübhəyə düşəcək. Bu bir gün imaməti inkar eləyəcək. Bu bir gün haqqı inkar eləyəcək. Haqqı qəbul eləmək təkcə düşüncə ilə deyil, əməl fikri də xarab eləyir. Mən tam dəqiqliklə Quran məntiqini sizə ifadə edirəm ki, bəzən insan bir şeylərə inanır. Günah dalıcan, günah dalıcan, görürsən ki, həmin düşüncələr dəyişdi, fikir də dəyişdi, inkar eləməyə başladı. Və ləm yəkun ləhu nəsibən fi vilayətina. Deyir, bu insanların bizim vilayətimizdən zərrə qədər payı yoxdur. Bunlar bizdən deyil və əuzu billah min zalik. İmam Rıza axırda buyurur ki, və mən Allaha pənah aparıram bu insanlardan. Allaha pənah aparıram bu insanlardan.
Bu İmam Rıza Aleyhisselamın hədisi idi. İki şeyi bizə tövsiyə edir. Bir, bunu tövsiyə edir ki, bir-birinizlə mehriban davranın, xoş əxlaqlı olun. Peyğəmbər o insanları necə cəlb eləmişdi, necə başına toplamışdı. Hamı Peyğəmbərdən geniş qəlbli görürdü, ürəyi geniş idi. Biri sənə pislik eləyibsə bağışla, get dua elə, nə ilahi bağışla onu. Mənim ürəyimi sındırdı, mən onu halal eləyirəm, bağışla. Yoxsa fürsət tapıb sən də ondan qisas alma. Din bu deməkdir. Yoxsa elə başqaları kimi sən də davran, hər nə dilvə gəldi danış, hər kim barədə necə istəyirsən əməl elə, sonra da namaz qıl. Bir namazdır əgər, namaz bir fərq yaratsın səndən onun arasında, xeyr. Din bütün əxlaqda, davranışda, əməllərdə özünü biruzə verməlidir. Və İmam Rıza Aleyhisselamın hədisində də bu bildirilir ki, bu ehtiyatlı olması məsələlərdir. Dinimiz ictimai dindir və müminin hörməti Allah yanında çox böyüdür. Odur ki, möminlərlə davranışda ehtiyatlı olun. Hər sözü öz yanında və özü olmayan yerdə onun barəsində danışmayın. Bəzən öz yanında da kobud tərzdə deyirik, sən deyildin filan işi görən. Yəni, bu nə hərəkətdir sən elirsən, bunu bu şəkildə deməyin. Mehriban tərzdə kənara çəkin, eybini lazım olanda başa salın və başqasının yanında da heç vaxtı kiminsə eybini danışmayın. Bu artıq yükdür və qiyamət günündə adamı əliboş eləyir. Bir ay oruç tut, gündə namaz qıl filan, bir görərsən, məsələn, bir ilin Ramazan ayını filan kəsə bağışladılar. Filan qədər günün namazını filan kəsə görərsən, qiyamətdə əlbə bir şey qalmadı əlində. Yəni sən bu qədər zəhmət çəkdin ona buna savab vermək üçün. Qiyamətdə insan Allah eləməsin əl boş qalar. Allah bizi bu sözlərə, imamların bu hədislərinə əməl eləyən insanlardan qərar versin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl adim.